Eldar Əzizovun bəli, demək açıqlaması var idi. Eldar Əzizov yağış suları ilə bağlı layihəsindən Bakı Şəhər İcra Hakimiyyətinin və ATİAnın xəbəri yoxdur, rəsmi belə bir məqala var. Bir müddət əvvəl intensiv yağışlar üzündən paytaxtdakı tunellər dolub, təkrar təhlükəli vəziyyət yaratdı. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yerli kütləvi informasiya vasitələrinin bu yöndəki suallarına cavab verərkən bildirdi ki, rəhbərlik etdiyi qurum Dövlət Su Ehtiyatları Agentliyi nəzdində fəaliyyət göstərən iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti İdarəsinə sorğu ünvanlayıb. Qurumdan bildiriblər ki, artıq paytaxtın yağış sularının axıdılması sisteminin müasirləşdirilməsi ilə bağlı zəruri layihənin hazırlanmasına başlanılıb. İlkin qiymətləndirilmələrə əsasən bu proqramın icrası azı 2 il davam edəcək. Maraqlıdır, bu layihə necə adlanır və onun icrasına nə zamandan başlanılacaq və yağış sularının axıdılması sisteminin müasirləşdirilməsi paytaxtdakı problemli ərazilərə tətbiq ediləcək, yoxsa bütün paytaxtda həyata keçiriləcək? Bəs bütün bu işlərə nə qədər vəsait lazım olacaq? Bu suallara cavab almaq üçün Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinə müraciət edilib və qurumun mətbuat xidmətindən bizim media saytına bildirilib ki, söz gedən layihə haqqında məlumat verə bilməyəcəklər. Yaxşı sualdır, amma bunun cavabı bizdə deyil. Bunu iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti İdarəsindən soruşun. Bu bizim birgə layihəmiz deyil. Bizdə yalnız o məlumat var ki, onlar belə bir layihə hazırlayırlar. Detallar haqqında sualları onlara ünvanlayın. Eyni sual ilə iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti İdarəsinin mətbuat xidmətinə ünvanladıq. Sayt yazır. Məlum oldu ki, onlar da Eldar müəllimin hansı layihədən bəhs etdiyini bilmirlər. Qurum sözçüsü Ceyhun Musavoğlu'nun açıqlamasını olduğu kimi təqdim edir sayt. Hansı layihədən söhbət gedir, mən bilmirəm. Bizdə Eldar Əzizovun dediyi layihə ilə bağlı məlumat yoxdur. Mən bu haqda soruşmuşam, amma dəqiqləşdirə bilməmişəm. İndi gəlib layihənin üstünə desəm soruşacaqlar ki, layihənin adı nədir? Müəllifi kimdir? Söhbət hansı layihədən gedir? Çünki burada min cür layihə var. Mən bilmirəm konkret hansı layihədən danışılır. Əgər söhbət milli strategiya layihəsindən gedirsə, bəli, orada hər şey var. O layihə yalnız Bakını deyil, bütün Respublikanı əhatə edir və su təchizatını yaxşılaşmaq üçün nəzərdə tutulub. Amma Eldar müəllimin dediyi hansıdır? Biz bilmirik. Yaxşı olar ki, siz zəng edin, onlardan soruşun ki, Eldar müəllimin dediyi layihə hansıdır? Belə. Cavablardan anladıq ki, ya paytaxtın ən vacib problemlərini həll edən iki strukturun bir-birindən xəbəri yoxdur, ya da verilən açıqlamalar gözə kül üfürmək üçündür. Əks halda qurumların dil tapıb danışması üçün dilmanca gərək olmazdı. Kommunikasiyanın, rabitənin bu qədər irəlilədiyi vaxtda qurumlar səlahiyyət sahiblərinin verdiyi vədlərdən xəbərdar olardı. Dostlar, bilirsiniz ki, Eldar Əzizov bu yaxınlarda belə bir açıqlama verdi ki, demək 2 il müddətinə konkret olaraq dedi ki, 2 il müddətinə bu yağış yağarsa tunellər bağlı qalsın. Belə bir ifadə işlətdi. Hər halda o məlumatı bilirsiniz. Bu cür hallara ən azı 2 il hazır olmalıyıq. Eldar Əzizovun yağışla bağlı açıqlaması vardı. Ki, ötən ilin oktyabr ayında baş vermiş təbii fəlakətlər dərhal sonra məsul və aidiyyatı qurumların rəhbərləri ilə operativ şəkildə görüş keçirilibdir. Yerli kişilərin müraciətinə cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov mövcud vəziyyəti şərh edib. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib, bir müddət öncə Bakı Şəhər İcra Hakimiyyətinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Su Ehtiyatları Dövlət Agentliyi nəzdində fəaliyyət göstərən iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat verib ki, artıq paytaxtın
yağış sularının axıdılma sisteminin müəssisləşdirilməsi ilə bağlı zəruri layihənin hazırlanmasına başlanılıb. İlkin qiymətləndirilmə əsasən bu proqramın icrası azı 2 il davam edəcək. İcra başçısı deyir ki, bu kimi problemlər dünyanın ən inkişaf etmiş ölkələrində belə mövcuddur. Lakin bizim vəziyyətimizdə obyektiv amil də buna əlavə olunur. Mövcud mühəndis kommunikasiya sistemi bir vaxtlar ərazidə yerləşən kiçik yaşayış evləri üçün nəzərdə tutulmuşdu. Halbuki indi həmin ərazilərdə çox mərtəbəli yaşayış kompleksləri ucaldılıb. Hazırki infrastruktur bu qədər su həcmi ilə fiziki cəhətdən öhdəsindən gələ bilmir və biz bu cür hallarla qarşılaşmağa ən azı daha 2 il ərzində hazır olmalıyıq. Və dostlar, bu sorğunu ünvanlayıblar aidiyyatı qurumlara, yəni keçmiş Azərsu. Keçmiş Azərsu indi iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti İdarəsi adlanır. Düzcə ad dəyişibdir, inkişaf yox keyfiyyətdə, gələn sulara baxırsınız evlərdə, bütün krantlar, borular ərk bağlayır. Çox acınacaqlı vəziyyət. Və bu idarə həmişə də pul yeyintisi mərkəzi olub. Azərbaycan dövlətinin, indi düzdür, bunu iri şəhərlərin Birləşmiş Su Təchizatları, təkrar edirəm, əvvəl Azərsu adlandırırdılar. Həmin sorğuya cavab verən idarə deyir ki, bizim məlumatımız yoxdur. Əziz dostlar, mən sizə bir sual verirəm. Niyə Hacıbala Abtalıbovun vaxtında belə bir problem yaranmırdı? Yağış da yağırdı, leysan da yağırdı. Niyə o problem o vaxt yaranmırdı dostlar? Çox maraqlıdır, deyilmi? Mer məlumatı, rəsmi məlumatdır. Mer Bakı şəhərinin meri xırda bir vəzifə deyil ki, bu JEK müdürü deyil, nə bilim, tikinti üzrə briqadir deyil. Səlahiyyətli şəxs. Verdiyi açıqlama və deyir ki, biz deyir məsləhətləşirik. Ya ola bilsin ki, bu açıqlamasına görə Eldar Əzizovu yola salalar. Bəlkə də indi yavaş-yavaş düşürlər bu şəxsin üzərində. İndi demirəm, dostlar, günah Eldar Əzizovdadır. Xeyr, Eldar Əzizovda deyil. Günah bu idarə və təşkilatların bir-biri ilə əlaqə sistemlərinin itməsindədir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Eldar Əzizovun kitabını oxumur. Eldar Əzizov onun kitabını oxumur. Yağış yağdı, tunellər bağlandı, deyirlər cəhənnəmə ki bağlandı. Əgər bu ifadəni düzdür, mətbuat qarşısına çıxıb demirlər cəhənnəmə ki. Amma görünən bu ki, bunlar çıxmır cəmiyyət içinə. Jurnalistlərin qarşısına çıxmır, suallara cavab vermirlər. Hacıbala Abtalıbovun vaxtında qar da yağırdı. Yağın da olurdu, leysan da olurdu. Demirəm, o yaxşı işləyib dostlar. Hacıbala Abtalıbovun da özü boyda bir problemləri vardı. Hacıbala Abtalıbovun da bu şəhərlə bağlı yaratdığı problemlər vardı. İndi burada 2 amil üzərində düşünmək lazımdır. Ya dövlət büdcəsindən küllü miqdarda pul çəkib, milyonlarla, nə milyonu, milyardlarla pul silmək istəyirlər. Yəni, və bilmirəm, haradasa oxumuşam, rastlaşdım, yadımda deyil. 2 il müddətinə bu kanalizasiya sistemini tam vəziyyətlə hazırlamaqdan ötürü 20 milyarda qədər pul lazımdır deyirlər. 20 milyard. 20 milyarda qədər pul.
Yaxşı, bu pulu 20 milyardın əgər 50%-in ora qoysalar, 40%-in ora qalsalar, qardaş, daha mən deyirəm ki, heç nə bilmirəm. Burada nə qədər pullar yiyəcəklər, nə qədər pullar siləcəklər, onu Allah bilir. İndi müqayisə, istəyirsiniz müqayisə edək, görək hələ bu Eldar Əzizovun vaxtında şəhər tez-tez iflic olur yağış sularından, yoxsa Hacıbalı Abutalıbovun. Yenə deyirəm, əziz dostlar, mən nə Hacıbalı Abutalıbovu müdafiə edənəm, nə Eldar Əzizovu müdafiə etmirəm. Hərəsinin bir problemi var da, hərəsi bir problem gətirib bu şəhərə. Bu şəhər boğulur. Bu şəhərdə yaşamaq o qədər sətirləşib, dostlar. Tıxaclarla bağlı. Baş sındırırlar, deputat baş sındırır, nazir baş sındırır. Necə edək tıxacın qarşısını alaq? Ölkənin hamısı yığıb gətirib doldurubsan Bakıya da, sənin regionların iflic olub. Mən deyim də sizə neyini? Gedin, o əyalatlarda oliqarxlar, bu məmurlar 100.000 hektarlarla yeri zəbt ediblər. Alın, verin əhaliyə. Deyin, sən soğan əksən, turp əksən, kələm ək, nə bilim, sən alma əksən, armud ək. İnsanlara həm regionlara böyük layihələr, kreditlər verilməlidir, ucuz kreditlər verilməlidir və sonra onları cəlb etməlisən böyük bir şəhərdə və digər ölkələrdə onlar üçün bazar açmalısan. Neyini? Onsuz da, əziz dostlar, bizim xalq bazarın dilini daha yaxşı bilir də. Bazarın. İndi get, bax, gör, Sədərəkdə, binədə hərəsinin 2 təhsili var, 3 diplomu var. Savadsızlar gəlir, vəzifələrə çəkirlər, savadlıları göndərirlər ki, get bazara. İzah edə bilirəm. Davam edirəm, əziz dostlar, çox xahiş edirəm, bəyənin, paylaşın.